Bir gün gözəl çiçəklərlə bəzənmiş yaşıl bir çəmənlikdə arıquşu və sərçə qarşılaşdılar. Arıquşu qanadlarını rengli bir yelpik kimi açaraq qürurla uçur, nazik səsi ilə oxuyurdu. Sərçə isə bu gözəl quşun rənglərinə heyran qalmış, onu maraqla izləyirdi. Arıquşu sərçənin baxdığını görüb ona yaxınlaşdı. "Salam sərçə, niyə belə heyran-heyran baxırsan?" deyə soruşdu. Sərçə utancaqca gülümsəyərək dedi: "Sənin rəngli lələklərin çox gözəldir, səni izləməkdən böyük zövq alıram." Arıquşu bu sözlərə görə özünü daha da əmin hiss etdi və uca səslə dedi: "Bilirsənmi, mən sadəcə gözəl deyiləm, həm də çox sürətliyəm. Mən çiçəklərin arasında uçur, bal toplayıram. İnsanlar məni görmək üçün gəlirlər." Sərçə bu sözlərdən biraz məyus olsa da, arıquşuya gülümsəyərək cavab verdi: "Bəli, sənin işin çox vacibdir, amma mən də faydalıyam. İnsanlara dostam, onların həyətlərində yaşayıram, zərərli böcəkləri yeyirəm. Hər birimizin fərqli və gözəl bir rolu var." Arıquşu bir an düşündü. Əslində sərçənin haqlı olduğunu anladı. Hər bir canlının təbiətdə özünə məxsus bir yeri və faydası vardı. Qürurunu bir kənara qoyub dedi: "Haqlısan sərçə, hər birimizin təbiətə qatdığı dəyər ayrıdır. Sən də çox vacibsən." Sərçə gülümsəyərək başını tərpətdi. O gündən sonra arıquşu və sərçə təbiətin gözəlliklərini birlikdə bölüşdülər. Hər biri öz işini görməyə davam etdi. Bu dostluq onlara özlərini qiymətli hiss etdirdi və təbiətin hər bir canlını olduğu kimi sevdiyini göstərdi.